Такая вот у нас за пара. 23 aprel tarixində Ukraynanın məşhur Potap və Nastya Kamenski qrupunun ölkəmizdə çıxışı gözlənilirdi. Konsertin çox xüsusi olacağı və bu məşhur qrupun 2 saatlıq şou ilə bütün tamaşaçıları coşduracağı vəd olunurdu. Sabah baş tutacaq konserti mediada Ukraynalıların partlayışı adlandırdıqlarına görə biz də bu konsertdə nələrin baş verəcəyini öyrənmək istədik. Əslində bizi maraqlandıran bir neçə sual var. Məsələn, bildiyimiz kimi Ukraynalı qrup səfər etdiyi ölkələrdə onların dilində mahnı ifa edir. Buna Potap və Nastya Kamenskinin Ermənistana səfəri zamanı şahid olmuşuq. Onlar erməni dilində bir çox mahnıları ifa etmiş, həmin görüntüləri də YouTube video portalına yükləmişdi. Qrup ölkəmizə səfər etsəydi, onlardan öz dilimizdə mahnı eşitmək istəyərdik. Son zamanlar Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verən hadisələrdən sonra məşhur Ukraynalı qrupun ölkəmizə hansı repertuarla gəlməsi kifayət qədər maraqlı məqamlardan biridir. Suallarımız bu olduğu üçün biz də konsertin Bakıdakı təşkilatçıları ilə əlaqə saxladıq. Uzun müddət təşkilatçıya edilən zənglərə cavab verilmədikdən sonra konsertin keçiriləcəyi məkanla əlaqə saxladıq. Onlar da konsertin ləğv olunduğu barədə xəbəri bizə verdilər. Hətta dəfələrlə biz təşkilatçıdan konsertin biletləri haqqında məlumat almaq istədik, amma bu mümkün olmadı. Onlar bizim bütün yazdıqlarımızı cavabsız qoydular. Elə bununla da məşhur qrup onlara sual vermədən bütün cavabları özləri verdi. Bakıya gəlməməklə.